gitmeyeceğim. Hayır, seni çok seviyorum. Götür. Götür, seni çok seviyorum. Hayır. Hayır, seni çok seviyorum. Hayır dedim. Hayır, seni çok seviyorum. Götür. Seni çok seviyorum. Ben her Gününüz aydın olsun millət. Deməli bu videonu mənə kim göstərdi? Bir qazimiz, qazi qardaşımız bədəni qəlpə ilə dolu. Qazi qardaşımız əsəbi halda bunu göstərdi ki, Emin mən kimə görə mən bu vəziyyətə düşdüm? Xoşqədəmə görə, yoxsa oraya efirə çıxan o özünü tanımayan bəzilərinə görə, kimə görə düşdüm? Elə bildim ki, o qəlpələrdən bir 5-6-sı da məndədir. Xoşqədəm, yadına gəlir sənin verilişlərinə baxmıram. Sənin yadına gəlir o vaxtı deyirdin ki, Xoşqədəm yox, Xoşqədəm xanım. Kimsəsə Xoşqədəm demişdi, xətrinə dərmişdi da. Mən sənin Nəcür xanım deyim. Bax, bu verilişlərlə, bu öz aləmində reyting qazansa da, bu verilişlərlə mən sənə Nəcür xanım deyim. Ölkədə bilirsən nə qədər xanım adına layiq olan insanlar var. Başda şəhid anaları, şəhid ailələri olmaqla xanım adına layiq olan insanlar var, onlar məndən inciyər. Çünki sən xalqın düşmanısan. Sən xalqı, bu reyting qazanmaq xatirinə sən xalqı pozursan. Xanım deyəcəksə sənə, ondan sonra daha məsləhətdir ki, ölkənin birinci xanımı, Mehriban xanıma müraciət edeyim ki, sənin haqqında tədbir görülsün. Yəni bunu eləyərəm, mən xanım deyib müraciət eləyəsi olsam. Qaldı ki, sənin o verilişlərinə bir dənə barmağını yum ki, ölkə lazım olan, dövlətimizə lazım olan kimsə gətirmirsən sən, tapıb gətirmirsən. Getmirsən Atxot, hansı ki 90-cı, 92-ci ildə ölkəmizin, Azərbaycanın dar günündə qaçıb gedənlər var ha, indi bomboş həyatı yaşayır. Ya onları tutub gətirmirsən, ya da ki getmirsən hansısa bir pozğun, uşağını atıb gedib onu gətirmirsən. Başqa normal, sağlam bir insanı tapıb gətirmirsənsə, kimisə dərdinə şərik olmursansa, denən biz də bilək. Ancaq bu efirə çıxartdığın o qız kimi, sən özün də görsən, ayrı vaxtda sən nüfuzu axtarırsan. Deyirsən nüfuz, mənim nüfuzum belə, amma harada nüfuzsuz insanlar var çıxardırsan efirə. Sən budur reytingin, sən niyə bir yaxşı şeylə reyting qazanmırsan? Səni axtarıram deyirsənsə, veriliş atmırsansa, get tap da 92-ci ildə itkin düşənləri get tap da. Niyə tapmırsan? Onların hələ də yolunu gözləyənlər var. Səni axtarıram, yox, Xoşqədəm. Sən hələ birinci özündə jurnalistikanı tap, sonra get kimisə taparsan, yaxşı? Sən get aç gör, Nalə xanım, İslamzadə, diktorumuz, Allah ona ömür versin hamısına. Roza xanım Tağıyeva, diktorumuz var. Biz bunları görə gəlmişik. Sonra Dilara xanım Səlimi, biz bunlardan görmüşük. Ofeliya xanım Sənayi, diktor bunlardır. İnsanın əxlaqını, xalqını sevən, dövlətini qoruyan diktorlar bunlar idi. Biz bunlardan görmüşük. Xoşqədəm, sənin bu zay verilişindən heç bir şey, sənin o senzuranı yazan var ha. O ya kefli olur, ya da ki başqa əqidənin adamıdır. Yəni o senzura yazılıb qoyulursa otağa, ya da məqsəd yönünü eləyir ki, xalqı pozsun. Sənin verilişindən əgər kimsə zövq alırsa, əgər qüruru varsa, mənliyi varsa zövq alırsa, o kimsə zövq alır, ondan mənə aidiyyəti yoxdur. Qüruru olan insan səndən zövq alırsa, mənim şəxsən vicdanıma nəhlət. Səndən qüruru olan, mənliyi olan insan, şəxsən mən deyirəm ki, sənin verilişindən zövq ala bilməz. Orada yığmısan o müsifləri, onlara hörmətin var, yəni bir neçəsinə. Yəni onlar da ayıbdır, onlar da özlərinə iş tapsınlar, çıxmasınlar sənin verilişinə. Ümumiyyətlə sənin verilişin bağlanmalıdır, Xoşqədəm. Sən bir nömrəli düşmanısan bu xalqın. Sən və səni kimlər, reyting xatirinə balalarımızı pozursunuz. Analarımızın ürəyini xəstə salmışsınız. Bax, dediyim kimi o qazilərimizə əsəb vermişsiniz. Bax, sizin bu hərəkətdə onlar da yanıb yaxılır ki, mən Xoşqədəm üçünmü getdim, yoxsa ora çıxan o, efirə çıxan o, özünü tanımayanlara görə mi getdim, özümü bədbaxt elədim, mən bugünkü gün canım xəstədir. Kimə görə elədi? Yəni, sizin bu verilişdə birbaşa xalqın əxlaqını pozan, xalqı sürükləyən, pis yollara sürükləyən bir verilişlərdir. Və burada müvafiq qurumlara da xahiş edirəm. Yəni, belə bir şeylərlə tədbir görülsün. Bəs bu millət yazıqdır, valla. O qədər gözəl, talantlı insanlarımız var, o qədər cavan qızlarımız, oğlanlarımız var, elə gözəl müğənnilik eləyir, biri rəsm əsəri, nəsə də o qədər talantlı. Çıxard onları müzakirə elə. Sən burada olmuşsan, sən burada qurmuşsan türk serialı, yəni şou yaratmışsan, şou. Xoşqədəm, sən nə cür şou yaratmışsansa, elə həyatın da o cür şouya dönsün. Yəni onu deyirəm, səndə bu həyat xoşdursa, şou həyatı, qoy elə həyatın o şouya dönsün. Xalqın həyatını şouya çevirmə, Xoşqədəm. Allah xalqımızı, dövlətimizi qorusun. Bizim dövlətimiz, xalqımız dünyada nömrə 1-dir. Yəni bunu hamı eşitsin və bilsin. Var olun Azərbaycan xalqı.